Herkese salam. Bugün sizlerle birlikte ağızda eriyecek, yumuşak, pişmesi ile bitmesi bir olan muhteşem bir umacılı pirog resepti bölüşeceğim. Kaba 4 stəkan un, 2 stəkan şeker tozu, 1 stəkan duru yağ, 1 stəkan qatıq, 4 adet yumurta, 1 adet vanil ve 1 adet kabartma tozu əlavə edib yumuşak karışım hazırlayırıq. Daha sonra isə umaç hazırlayırıq. Umacı üçün isə unu, duru yağı, şeker tozunu umaç halına gətiririk. Pişməsi üçün soba listinə əlavə edirik. Soba listinə əlavə etdikdən sonra 180 dərəcədə üzü qızarana qədər pişirilir. Və budur, möhtəşəm umaclı piroqumuz hazırdır. Yanına bir pürrəngi çayı hazırlayıb nuş edirik. Hazırlayacaq olan hər kəsə indi nuş olsun. Bu tür videoları bəyənirsinizsə kanalıma like atıp abone olmağı, yorum yazmağı unutmayın. Yeni video reseptlerde görüşməyə ümidi ilə. Allah amanında, hələlik.